Değerli izleyiciler, yanvar ayının 7'si bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Agentliyindən siqaretlərin qiyməti ilə bağlı açıqlama verilib. Belə ki, prezident yanında anti-insar və istehlak bazarına nəzarət Dövlət Agentliyi siqaret və tütün məmulatlarının pərakəndə satış qiymətində müşahidə olunan dəyişikliklə bağlı istehlak bazarında monitorinqlər aparır. Bu barədə Dövlət Agentliyindən bildirilib. Məlumata görə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil olmayan məhsulların, o cümlədən siqaretlərin qiymətlərini bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri sərbəst müəyyən eləyir. Bununla belə agentlik istehlak bazarında əsassız qiymət dəyişikliyinin qarşısının alınması, eləcə də qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət məqsədi ilə mütəmadi monitorinqlər həyata keçirir. Bazarda qiymətlərin süni şəkildə artırılması və ya rəqabət mühitinin pozulması halları aşkar edilərsə, qanunvericiliyə uyğun tədbir görülür. Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasına irəli gəldiyini sübut edən sənəd və məlumatlar təqdim olunduğu təqdirdə məsələyə rəqabət məcəlləsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılır. Xatırladaq ki, son bir neçə gündə bəzi siqaretlərin qiymətlərində